Ərlə arvad öz evlərində qətlə yetirilirlər. Qatil elə bir plan qurur ki, detektivlər ondan deyil, tamamilə günahsız bir insandan şübhələnir. Bu, şeytanın ağlına belə gəlməyəcək mükəmməl bir plan idi. Həmin insan həbs olunur və 25 il həbs cəzası alır. Yalnız 12 ildən sonra kiçik bir detal əsl qatilin kim olduğunu ortaya çıxarır. Həmin kiçik detal nədən ibarət idi və ən əsası, qatil o mükəmməl planı necə qurmuşdu? Hazır olun, qatilin kim olduğunu biləndə heyrətə gələcəksiniz. Hörmətli izləyicilər, kanalıma abunə olmaqla və zınqrov işarəsinə basmaqla yeni yüklənən videolardan anında xəbərdar ola bilərsiniz. 2008-ci il 7 aprel, Kanzas ştatı, Kansas City şəhəri. Saatın əqrəbləri gecə 2:30-u göstərir. 65 yaşlı Elizabeth telefon zənginə oyanır. Danışan qızı Ketlin idi. Ketlin həyəcanlı səslə deyir ki, Pete Coons onun evinə soxulub, onu və ərini öldürməklə hədələyir. Pete cütlüyə deyir ki, onları qətlə yetirdikdən sonra bütün izləri siləcək və heç vaxt heç kim ondan şübhələnməyəcək. Yarı yuxulu vəziyyətdə olan Elizabeth eşitdiklərinə inana bilmirdi. Sanki yuxu görürdü. O qızından xahiş eləyir ki, nə baş verdiyini təzədən danışsın. Ketlin dediklərini təkrarlayır. Pitin onu və ərini öldürməklə hədələdiyini deyir. Elizabeth qızından polisə zəng eləyib eləmədiyini soruşur. Ketlin yox cavabını verir. Elə bu an əlaqə kəsilir. Elizabeth cəld 911-ə zəng eləyir. Polislər tezliklə Ketlinin yaşadığı ünvana gəlirlər. Evin giriş qapısı taybatay açıq idi. 45 yaşlı Ketlin Şrol qonaq otağında döşəmədə uzanmışdı. Onu başının ənsə nahiyəsinə odlu silahdan atəş açaraq qətlə yetirmişdilər. Meyidin sağ ayağının yanında ev telefonu, sol ayağının yanında isə tapança vardı. Polislər yataq otağında çarpayda Ketlinin ərinin 64 yaşlı Karlın cəsədini aşkar eləyirlər. Karl sinəsindən aldığı 2 güllə yarasından ölmüşdü. Bundan əlavə onun başında cırılmış yara vardı. Deməli, öldürməzdən əvvəl qatil Karlın başına küt alətlə zərbə endirmişdi. Amma polislər həmin yaranı törədə biləcək əşyanı tapa bilmirlər. Belə çıxırdı ki, qatil onu özü ilə aparmışdı. Yastıqlardan birində böyük dəlik vardı. Yastığın içdiyi həmin dəlikdən bayıra çıxmışdı. Yad adamın evə soxulmasına işarət edən dəlillər yox idi. Belə ki, qapının çəftəsi qırılmamış, pəncərələr sındırılmamışdı. Evdə səliqə-səhman hökm sürürdü. Pul və zinət əşyaları yerində idi. Bu da qətlin qarət məqsədi ilə törədilmədiyini göstərirdi. Ketlin öldürülməzdən əvvəl anasına zəng eləyib qatilin Pete olduğunu deməyə imkan tapmışdı. Polislər Pete'i həbs eləyirlər. Pete kim idi? Onun Ketlinlə nə əlaqəsi vardı? 52 yaşlı Pete Coons poçta işləyirdi. O ailəli idi və 5 övladı vardı. Pete'in babası 86 yaşlı Olin Alzheimer xəstəliyindən əziyyət çəkirdi. Olin qızı 69 yaşlı Patsy ilə birlikdə yaşayırdı. Patsy Pete'in anası idi. 2004-cü ilin yanvar ayında Patsy atasına baxmaq, həm də ev işlərində ona kömək eləmək üçün Ketlini işə götürür. Ketlin üçün bu əlavə qazanc mənbəyi idi. O özü bankda işləyirdi. Ketlin o dərəcədə ailənin etibarını qazanır ki, Patsy Ketlini vərəsə elan eləmək üçün vəkilinə müraciət eləyir. Vəkil də öz növbəsində müvafiq sənəd hazırlayır. Amma Patsy sənədə imza atmağa tələsmir. Bir ildən sonra Olin və Patsy evlərini Ketlinin adına keçirirlər. Elə həmin dövrdə Ketlinin qızı Blair anasına kömək eləmək üçün Coons ailəsinin evində yaşamağa başlayır. 2006-cı ilin fevralında Patsy'nin səhhətində ciddi problemlər yaranır və o xəstəxanaya yatırılır. Vəkili ona Ketlinin vərəsə elan olunması ilə bağlı sənədə hələ də qol çəkmədiyini xatırladır. Patsy deyir ki, həmin sənədə imza atmayacaq. Çünki Ketlinin yalanını tutub və artıq ona etibar eləmir. Lakin konkret olaraq bu yalanın nədən ibarət olduğunu açıqlamır. Bir aydan sonra 2006-cı ilin martında Patsy dünyasını dəyişir. Patsy öldükdən sonra Ketlin və qızı Blair 86 yaşlı Olin'in evində yaşamağa davam edir. Onun qayğısına qalırdılar. Başı ailəsinə və işinə qarışan Pete'in babasını ziyarət eləməyə vaxtı qalmırdı. O dəfələrlə Olin'lə telefonla danışmağa cəhd göstərir. Amma hər dəfə Ketlin müxtəlif bəhanələrlə buna mane olurdu.
2006-cı ilin avqust ayında Pete babasına baş çəkmək üçün onun evinə gəlir. Lakin Caitlin Piti içəri buraxmır. Ollinin ondan görüşmək istəmədiyini deyir. Pete sosial xidmətlər agentliyinə zəng eləyir və babası ilə görüşə bilmədiyini, ondan nigaran qaldığını deyir. O, agentlikdən araşdırma aparmalarını xahiş eləyir. Araşdırma nəticəsində məlum olur ki, Caitlin xəstə baxıcısı olaraq öz öhdəliyini yerinə yetirməmiş, Ollinin qayğısına qalmamışdı. Kişinin bədəni yataq yaraları ilə dolu idi. Bundan başqa Caitlin Ollinin imzasını saxtalaşdırmaqla ümumilikdə onun bank hesabından $30,000 məbləğində pul çıxarmışdı. Sosial Xidmətlər Agentliyi əldə elədiyi nəticələri polisə təqdim eləyir. Nəticədə Pete babasının evini Caitlin'dən geri almağa nail olur. 2007-ci ilin yanvar ayında Olin Kunz 86 yaşında vəfat edir. Onun həyatı $46,000 məbləğində sığortalanmışdı. Sığorta sənədində həmin məbləği alacaq şəxsin adı Caitlin olaraq qeyd olunmuşdu. Pete məhkəməyə müraciət eləyəcəyi təqdirdə hakim onun xeyrinə qərar çıxaracaqdı. Çünki Pete'in əlində Caitlinin saxtakarlıqla babasının pullarını oğurladığını sübut eləyən faktlar vardı. Amma Pete vaxtını və əsəbini uzun sürən məhkəmə çəkişmələrinə sərf eləmək istəmirdi. Digər tərəfdən vəkil tutmaq böyük məbləğ tələb eləyirdi. Odur ki, Pete Caitlinə zəng eləyir və öz aralarında razılığa gəlməyi təklif eləyir. Bu razılaşmaya əsasən $46,000-dan $11,000 Caitlinə çatacaq, qalan $36,000 isə Pete alacaqdı. Caitlin bu təkliflə razılaşmır. Bu Pete qəzəbləndirir və onu hədələyir. Cəmi 5 gündən sonra Caitlin qətlə yetirilir. Detektivlər Pete dindirirlər. Pete israrla Caitlin'i və onun əri Karl'ı qətlə yetirmədiyini bildirir və günahsız olduğunu belə bir arqumentlə əsaslandırır. Caitlin Ollinin bank hesabından $30,000 pul oğurlamışdı. Pete məhkəmə yolu ilə həmin məbləği geri alacaqdı. Caitlin və əri öldüyü təqdirdə isə o bu pulları ala bilməyəcəkdi. Belə olan halda Pete sığorta şirkətindən ona çatacaq $46,000-dan da olacaqdı. Bir sözlə, Caitlinin və onun ərinin ölümü Pete'ə heç nə qazandırmır, əksinə zərər verirdi. Kriminalistlər cinayət yerində nə Pete'in barmaq izini, nə DNT-sini, nə də tükünü aşkar eləyirlər. Hadisə yerindən tapılmış tapançadan Pete'in atəş açdığını sübut eləyən heç bir dəlil yox idi. Belə ki, Pete'in əllərində barıt izləri, silahın üzərində isə onun barmaq izi tapılmır. Qətlin törədildiyi silahla bağlı bəzi məqamlar ortaya çıxır. Məlum olur ki, tapança Pete'in anası Patsy'yə məxsusdur. Həmin tapança 8 il əvvəl oğurlanmışdı və Patsy bu barədə polisə məlumat vermişdi. Silahı oğurlayan şəxs kim idi? Pete, Caitlin, yoxsa naməlum bir şəxs? Əgər silahı Pete oğurlamışdısa, o zaman cinayəti törətdikdən sonra niyə özü ilə aparmamışdı? Yox, əgər silahı Caitlin oğurlamışdısa, o zaman Pete Caitlinin evinə silahsız gəlmiş və mübahisə zəminində özünü müdafiə etməyə çalışan Caitlinin əlindən zorla almışdı. Ya da ola bilsin silahı başqası oğurlamış, qəsdən hadisə yerində buraxmış, bundan da bütün şübhələri Pete yönəltmişdi. Bəs o zaman Karl'ın başındakı yaraların əmələ gəlməsinə səbəb olan küt alət hardaydı? Axı kriminalistlər onu hadisə yerində tapa bilməmişdilər. Deməli, Pete onu özü ilə gətirmiş, qətli törətdikdən sonra isə aparmışdı. Məhkəmə prosesi 2009-cu ilin yanvar ayında başlayır. Pete'in təqsirini sübut eləyən heç bir dəlil yox idi. Odur ki, prokuror Ed Brancard hakimin bütün diqqətini şahid ifadələrinə yönəltməyə çalışırdı. Məhkəmədə ifadə verən çoxlu sayda şahid Pete'in Caitlin'i təqib və təhdid elədiyini bildirir. Amma onlardan heç biri Pete ilə Caitlin arasında mübahisənin baş verdiyini öz gözləri ilə görməmişdi. Bütün şahidlər Caitlin'in sağkən onlara danışdıqlarını təkrarlayırdılar. Qətildən 2 gün əvvəl, aprelin 5-də Caitlin anasına Pete'lə yanacaq doldurma məntəqəsində qarşılaşdığını və onların arasında mübahisənin baş verdiyini demişdi. Caitlinin dediyinə görə Pete onu öldürəcəyi ilə hədələmişdi. Bu, prokurora Pete'in təqsirini sübut eləmək üçün əla fürsət verirdi. Yanacaq doldurma məntəqəsində olan müşahidə kameralarını yoxlamaqla Pete'in həqiqətən də Caitlinə hədə-qorxu gəldiyini isbat eləmək olardı. Prokuror elə də eləyir. O, kameraların çəkdiyi kadrları bir-bir incələyir, amma çox məyus olur. Müşahidə kameraları nəinki Pete ilə Caitlinin mübahisəsini qeydə almamışdı. Aprelin 5-də onlardan heç biri yanacaq doldurma məntəqəsinə belə gəlməmişdi.
Prokurorun yeganə ümidi Ketlinin qətlə yetirilməzdən əvvəl anası Elizabeth elədiyi zəng idi. Axı o anasına Pitin onun evinə soxulduğunu demişdi. Amma burada bəzi diqqət çəkən məqamlar vardı. Elizabeth telefon xəttində qızının səsindən başqa heç nə eşitməmişdi. Nə addım səsləri, nə qışqırıq, nə mübahisə, nə də karla açılan atəş səsləri. Prokuror başa düşürdü ki, Pitin əleyhinə istifadə edə biləcəyi yeganə arqument də öz əhəmiyyətini itirmək üzrədir. Belə olan halda o Pitə belə bir təklif irəli sürür. Təqsirini könüllü olaraq etiraf edəcəyi təqdirdə ona cəmi 5 il həbs cəzası veriləcək. Pit razılaşmır. O yerdə qalan ömrünü qatil damğası ilə yaşamaq istəmirdi. Digər tərəfdən Pitin alibisi vardı. Belə ki, qətil baş verən gecə onun cinayət yerində olmadığını sübut edən şahid ifadələri vardı. Pitin böyük qızı Merayanın nişanlısı Roz həmin gecə onlarda qalmışdı. Meraya və Roz qonaq otağında televizora baxırdılar. Gecə təxminən saat 2-də onlar Piti öz otağından çıxıb tualetə gedərkən görmüşdülər. Gecə 3-də isə Roz yatağına uzanıb yuxuya gedərkən qonşu otaqda Pitin öskürək səslərini və kompüterdə nə isə çap elədiyini eşitmişdi. Qətil isə gecə saat 2:30-da baş vermişdi. Belə ki, həmin vaxt Ketlin anasına zəng eləmişdi. Tutaq ki, Pit evi gizlincə tərk eləmişdi. Amma bir məqam vardı. Roz öz avtomobilini elə saxlamışdı ki, Pitin maşından çıxmasına əngəl olurdu. Pitin öz maşınında Ketlinin evinə getməsi üçün əvvəlcə Rozun avtomobilini kənara çəkməsi lazım idi. Rozun maşınının açarı isə onun şalvarının cibində idi. Bir sözlə, müdafiə tərəfi Pitin bu cinayəti törətməsinin mümkünsüz olduğunu qeyd edir. 12 nəfərdən ibarət münsiflər heyətinin çıxardığı qərar hamını heyrətə gətirir. Onlar Piti Karlın ölümündə təqsirsiz bilsələr də, Ketlini qətlə yetirməkdə günahkar hesab edirlər. Nəticədə Pitə 50 il həbs cəzası verilir. Bu 50 yaşlı şəxs üçün ömürlük həbsxanada yatmaq demək idi. Bir aydan sonra gözlənilmədən məhkəmə qərarı ləğv olunur. Buna səbəb prokurorluğun istintaqın gedişatında buraxdığı səhvlər idi. Belə ki, bəzi məqamlar nəzərdən qaçırılmışdı. Məlum olur ki, qətil baş verən gecə 1:07-də və 4:51-də Pit öz kompüterindən sosial media hesabına daxil olub. Bu da onun demək olar ki, bütün gecə evdə olduğunu sübut eləyirdi. Digər tərəfdən qətil baş verdikdən sonra səhər saat 6-da polislərdən biri Pitin yaşadığı ünvana gələrək evin ətrafını yoxlamış, lakin onun avtomobilini orada görməmişdi. Bu da prokurora Pitin qətil baş verən gecə evdə olmadığını sübut eləməyə kömək eləmişdi. Sən demə polis zabiti səhv eləyibmiş. Qızının nişanlısının maşını Pitin avtomobilinin önünü kəsdiyi üçün polis onu görməmişdi. Bütün bunlar Pitə alibi qazandırırdı. Bu səbəbdən yeni məhkəmə iclası təyin edilir. Amerika qanunlarına görə bir şəxs eyni cinayətə görə 2 dəfə ittiham oluna bilməz. Ona görə də bu dəfə Pit yalnız Ketlinin qətlinə görə mühakimə olunurdu. İkinci məhkəmə prosesi 2009-cu ilin dekabrında keçirilir. Bu dəfə prokuror məhkəmə zalına yeni şahidi, Pitlə eyni kamerada yatan Roberti dəvət edir. Robert ifadəsində Pitin ona Ketlinlə ərini qətlə yetirdiyini etiraf elədiyini bildirir. Robertin dediyinə görə Pit gecənin bir yarısı pəncərəyə dırmaşaraq evi tərk edir. O şəxsi avtomobilinə deyil, işlədiyi poçta məxsus olan xidməti maşına əyləşir və Ketlinin yaşadığı ünvana gedir. Gizlincə onun evinə daxil olur. Ərlə arvadı qətlə yetirir, sonra da izi itirmək məqsədi ilə xidməti avtomobili satır. Robertin bu ifadəsini şübhə altına salan bir neçə məqam vardı. Əvvəla həmin vaxt Pit çox kök idi. Onun çəkisi 130 kiloqrama yaxın idi. O, həm də ürək xəstəliyindən əziyyət çəkirdi. Bu vəziyyətdə onun pəncərəyə dırmanması mümkün deyildi. Digər tərəfdən qətil baş verən ərəfədə Pit artıq poçta işləmirdi. Belə ki, səhhətində olan problemlərə görə vaxtından əvvəl təqaüdə çıxmışdı və xidməti maşından istifadə edə bilməzdi. Bundan əlavə meyillərin aşkar olunduğu otaqlar, eləcə də onların pozaları Robertin ifadəsindəki kimi deyildi. Cinayət yerində heç bir iz buraxmamış, hər şeyi detallarına qədər planlaşdırmış Pitin Ketlinə anası ilə telefonla danışmasına imkan verməsi təəccüb doğururdu. Özü də Ketlinin polisə deyil, anasına zəng eləməsi qəribə idi. Başqa diqqət çəkən məqam da vardı. Tapançadan 4 atəş açılmışdı. Kriminalistlər isə hadisə yerində cəmi 3 güllə aşkar eləmişdilər. Biri Ketlinin başında, ikisi isə Karlın bədənində. Bəs 4-cü güllə hardaydı?
Robertin dediyinə görə Pit ilk atəşi Ketlinin evinə gəlməmişdən əvvəl havaya atmışdı. Güya ki, bundan da o silahı yoxlamaq istəyibmiş. Robertin ifadəsində çoxlu sayda ziddiyyətin olmasına baxmayaraq, münsiflər heyəti yenidən Piti Ketlinin qətlində təqsirli bilirlər və əvvəlki məhkəmə hökmünü qüvvədə saxlayırlar. Pit bu qərardan apellyasiya şikayəti verir və cəzasını 50 ildən 25 ilə endirməyə nail olur. Amma onun məqsədi tamamilə bəraət almaq idi. 12 ildən sonra 12 il ərzində Pit müxtəlif instansiyalara dəfələrlə məktublar yazmış, günahsız olduğunu bildirmiş, cinayət işinə yenidən baxılmasını xahiş eləmişdi. Amma hər dəfə rədd cavabı almışdı. Pit artıq ruhdan düşmüş, öz taleyi ilə barışmışdı. 2020-ci ildə prokuror Ed Brancard başqa vəzifəyə keçirilir və yerinə Mark Dupre adlı yeni prokuror təyin edilir. Həyat yoldaşının israrı ilə Pit prokuror Dupreyə məktub yazır və cinayət işinin yenidən araşdırılmasını xahiş eləyir. Dupre istintaq sənədlərini oxumağa, hadisə yerindən tapılmış maddi sübutları təzədən incələməyə başlayır. O, dəlillərin saxlanıldığı ambarda plastik qabın içindən bir güllə tapır. Bu, cinayət yerindən yoxa çıxmış həmin 4-cü güllə idi. Halbuki uzun illər ərzində prokurorluq hadisə yerində yalnız 3 güllənin tapıldığını bildirirdi. Sən demə, prokuror Ed Brancard bu dəlili məhkəmədən gizli saxlamışdı. Yadınızdadırsa, çarpayda Karlın cəsədinin yanında üzərində dəlik olan yastıq vardı. 4-cü güllə məhz həmin yastığın içindən tapılmışdı. Bu tapıntı rəsmi versiyanı alt-üst eləyirdi. Belə ki, ilkin versiyaya görə Pit əvvəlcə özü ilə gətirdiyi küt alətlə Karlın başına zərbə endirmiş, sonra isə tapançadan atəş açmışdı. Əslində isə Karlın başındakı sıyrıntı 4-cü güllənin təsirindən yaranmışdı. Belə ki, qatil birinci atəşi açanda güllə kişinin başının dərisini sıyıraraq yastığa girmişdi. Atəş səsinə oyanan Karl ayağa durmağa çalışır. Bu dəfə qatil daha 2 atəş açır və kişini qətlə yetirir. Yastıqda tapılan güllə Karlın atəş açılan anda yatdığını göstərirdi. Bu da bir daha rəsmi versiyanı alt-üst eləyirdi. Belə ki, Ketlin anasına zəng eləyəndə Pitin onları təhdid elədiyini demişdi. Gecənin bir yarısı evə soxulan Pit qışqır bağır saldığı zaman Karlın şirin yuxuda yatması mümkün değildi. Nəhayət, ən vacib məqam. 2008-ci ildə kriminalistlər barıt izini yoxlamaq üçün Ketlinin əllərindən nümunə götürmüşdülər. Amma prokuror Ed Brancard həmin nümunəni laboratoriyada yoxlatdırmamışdı. Yeni prokuror Mark Dupre Ketlinin əllərindən götürülmüş nümunəni dəlillərin saxlanıldığı qutudan tapır və onu laboratoriyaya göndərir. Analizin nəticəsi prokuroru heyrətə gətirir. Ketlinin sol əlində barıt izləri aşkar edilir. Bu da atəşin Ketlin tərəfindən açıldığını göstərirdi. Ketlin əvvəlcə ərini qətlə yetirmiş, sonra da özünü öldürmüşdü. Axı niyə? Ketlini bütün bunları eləməyə nə vadar eləmişdi? Xaraktercə egoist, kinli və çox acgöz olan Ketlin bütün həyatını yalan və saxtakarlıq üzərində qurmuşdu. O, borc içində üzürdü. Sənədləri saxtalaşdıraraq Pitin babasının əmlakını ələ keçirdiyinə görə onu həbs cəzası gözləyirdi. Ketlinin cinayət əməlləri bundan bitmirdi. O, imzaları saxtalaşdırmaqla işlədiyi bankdan da külli miqdarda pul mənimsəmişdi. Həbs olunduqdan sonra Ketlinin bütün əmlakı əlindən alınaraq borclarına veriləcək, əri 64 yaşlı Karlsa evsiz, eşiksiz qalacaqdı. O, yeganə çıxış yolunu ərini və özünü öldürməkdə görürdü. Cəhənnəmə gedən özünə yoldaş axtarar deyib atalar. Cəhənnəmə vasil olmazdan əvvəl Ketlin Pitdən qisas almaq, onun da həyatını məhv eləmək qərarına gəlir. O, hər şeyi əvvəlcədən, ən incə detallarına qədər planlaşdırır. Ketlin hamıya Pitin güya ki onu təqib elədiyini, ölümlə hədələdiyini deyir. 7 aprel gecəsi isə Ketlin şirin yuxuda yatan ərinə atəş açaraq onu qətlə yetirir. Sonra anasına zəng eləyir və deyir ki, Pit onun evinə soxulub və öldürməyə hazırlaşır. Daha sonra dəstəyi yerə qoyur və başının ənsə nahiyəsindən atəş açaraq özünü öldürür. O ki qaldı Pitin kamera yoldaşı Robertin verdiyi ifadəyə, Robert yalan danışdığını etiraf edir. O, bunu həbs cəzasının azaldılması məqsədi ilə eləmişdi. Robert məhkəmədə Pitə qarşı yalançı şahidlik eləmiş, bunun müqabilində isə prokuror Ed Brancard onun cəzasını yüngülləşdirmişdi.
2020-ci ilin noyabrında keçirilən məhkəmədə hakim Pitt barəsində bəraət hökmü çıxarır. O, Pittdən üzr istəyir və dəlilləri gizlədərək nə yolla olursa olsun məhkəməni udmağa çalışan prokuror Brangardı sərt tənqid edir. 12 il günahsız yerə həbsdə yatdıqdan sonra Pitt azadlığa buraxılır. O, nəhayət öz ailəsinə, övladlarına və nəvələrinə qovuşur. Amma tale bunu da ona çox görür. 2021-ci ilin fevralında Pitt ağır vəziyyətdə xəstəxanaya yerləşdirilir. Həkimlər onda 4-cü stadiyada olan ağciyər xərçəngi aşkar eləyirlər. Azadlığa çıxdıqdan cəmi 108 gün sonra Pitt fevralın 21-də 64 yaşında vəfat eləyir. 2021-ci ilin iyun ayında Pittin ailəsinə $825.000 kompensasiya verilir. Amma bu pullar nə Pittin həbsxanada itirdiyi illəri, nə də həyatını geri qaytarmaq iqtidarında deyildi. Pittin ailəsi məhkəməyə müraciət eləyir və dəlilləri gizlətdiyinə, həbsxanadakı şahidi yalan danışmağa məcbur elədiyinə görə prokuror Ed Brangardın məsuliyyətə cəlb olunmasını tələb eləyirlər. Amma Brankard nəinki həbs olunmur, heç işdən belə çıxarılmır. Buna səbəb Amerika hüquq sistemindəki prokuror toxunulmazlığı ilə bağlıdır. ABŞ qanunlarına görə prokurorlar sübutları gizlətsələr, hətta şahidi yalan ifadə verməyə təşviq eləsələr belə məsuliyyətdən qorunurlar. Bu da onların məhkəməyə verilməsini çətinləşdirir.